Çox hərəkət edən az xəstələnir. Bunu bineyi qədimdən hamımız bilirik. Amma alimlər bunu araşdırma ilə sübut ediblər. Sən demə idmanla məşğul olan insanlar arasında xərçəngə tutulma ehtimalı çox azdır. Maraqlı araşdırmadır, birlikdə izləyək. Sponsor Saf Hospital. İdman xərçəng riskini necə azaldır? Böyük Britaniya və Amerika alimlərindən ibarət bir qrup fiziki fəallıq ilə onkologiya xəstəlikləri arasındakı əlaqə haqqında geniş tədqiqat aparıb. Araşdırmada Böyük Britaniyanın 63 yaşında olan 85 min sakini iştirak edib. Bir həftə ərzində iştirakçıların aktivlik səviyyələrini qeyd edən akselerometrlər taxılıb. Daha sonra məlumatlar işlənərək iştirakçıların sağlamlıq vəziyyəti 5 ildən çox müddətə izlənilib. Nəticədə ən aktiv həyat tərzi keçirənlərin 26%, yüngül fiziki fəaliyyət riski 6%, orta və intensiv məşqlər isə 13% xərçəngə tutulma ehtimalının az olduğu məlum olub. Alimlərin fikrincə bu tədqiqat hərəkətin təhlükəli xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biri olduğunu bir daha sübut edib.